kişi ilə qadının yersiz gözləntiləri olur bəzən bir-birindən. Çünki kişi qadını özü ilə müqayisə eləyir, qadın da kişini. Özünə aid olan məsələləri ona da tətbiq eləyir. Məsələn, çox qısqanc kişidir, evliliyin təzə vaxtlarında qadına deyir, məsələn, filmlərə də baxma ki, üzr istəyirəm, məsələn, oradakı kişilərə baxma, məsələn, üzr istəyirəm. Bu anlamır ki, qadının baxışı ilə kişinin baxışı fərqlidir. Kişi az nəzarət edir baxışına, kişinin nəzəri tez qaçır o yan bu yana. Qadın belə yaranıb ki, bir nəfərdə təmərküzləşmə var onda, bir nəfərə mərkəzləşir. Onun gözü o baxımdan görmür. İndi istisna, üzr istəyirəm, həyasız insanlar var, onlar heç. Amma qadın belə qurulub ki, birinə tez bağlanır. Onun gözü başqalarını sənin kimi deyil, özünlə müqayisə eləmə ki, sən göz və yəli eləyə bilmirsən. Kişi daha çox mübarizə aparmalıdır gözünə sahib olmaq üçün, qadın isə o qədər də mübarizə tələb olunmur.